İstinadlara aid sonuncu videoda təkrar hər birinizi xoş gördük. Sonuncu videonun nümayişinə keçmədən əvvəl 2026-cı ildə təşkil edəcəyim Excel yarışmalarına hər birinizin qatılmasını səbirsizliklə gözləyirəm. Lazım məlumatları zaman içərisində excelworld.org veb saytından əldə edə bilərsiniz. İndi isə gəlin faylımıza keçid edək. Nəzərinizə çatdırım ki, bütün bu 4 istinad videolarında istifadə etdiyim həm çalışma faylı, həm də həll edilmiş versiya və əlavə olaraq lazımlı sourcelar, yəni mənbə fayllarını videonun altındakı linkdən əldə edə bilərsiniz. Bir öncəki videoda bu Excel iş kitabında, workbookunda yer alan məzənnə adlı yəni worksheetindəki məzənlərə istinad edərək hesablamamızı apardıq 1.3-də. Bu videodakı istifadə edəcəyimiz 1.4 şitində isə gördüyünüz bu hesablamaları tam başqa bir faylda yer alan məzənlərə istinad edərək hesablamaları aparacağıq. Bəhs etdiyim yəni məzənnələr adlı Excel workbookunda, yəni iş kitabında yer almaqdadır. Və bu 12.01.2026-cı il tarixinə aid Azərbaycan Respublikasının Mərkəz Bankının yəni kurslarıdır, məzənnələridir. Həmin bu linkdən də onları əldə edə bilərsiniz. Gəlin əsas faylımıza keçid eləyək. Baxın, gördüyünüz kimi burada sifariş nömrələri var. Burada alıcılar var, firmalar olaraq. Və yer gəlmişkən nəzərinizə çatdırım ki, bütün bu məlumatlar hamısı şərtidir. Yəni süni intellekt vasitəsilə dataset meydana gətirilibdir, real deyirlər. Və buradakı mayə dəyərləri Amerika Birləşmiş Ştatları dollar şəklində verilmişdir. Bizdən tələb olunan dolların manat və avro qarşılığını biraz əvvəlki göstərdiyim veb səhifəsinə gedərək, yəni lazım hesablamalar aparmaqdır. Gəlin buraya kursoru yerləşdirək, bərabər deyək. Dollar vurulsun və keçid eləyək biz məzənnələr Excel kitabına. Bir Amerika Birləşmiş Ştatları dolları 1.69 olduğuna görə, gəlin yenidən aparaq bunu. Mayə dəyərini dollar olaraq seçək və vurulsun deyək. Sonra məzənnələr Excel Work kitabına gedək və 1.69 seçək. Əgər fikir versəniz, burada bu xanaya, hansı ki məzənnələr kitabında yerləşir, gedən yol biraz fərqlidir. Məsələn, məzənnələr kvadrat mötərizə içərisində, sonra məzənnələr təkrar, nida işarəsi və artıq bu xanadakı dəyər sabitləşdirilmişdir və bərabər deyə bilərik. Ondan sonra buraya gəlib 2 dəfə tıklasaq, görürük ki, bütün dəyərlər üçün, yəni Amerika Birləşmiş Ştatları dolları bazındakı dəyərlər üçün manat dəyərləri də hesablanmışdır. İndi isə avro dəyərlərini hesablamamız lazımdır. Bunu bəsit olaraq, yəni lazımlı xanaları seçdikdən sonra bərabər deyib və sonra bir manat dəyərini seçib bölünsün. Deməli, məzənnələr Excel kitabına gedirik. Buraya kursoru qoyuruq. Bölünsün və deməli 1 avro 1.923 manat olduğuna görə baxın ona bölürük və enter tuşunu basırıq. Fikir verdiysəniz biz bir dəfə enter tuşuna bastığımıza görə, yəni burada Ctrl enter tuşlarına basmamız lazımdır. Digər xanalara sətirlər getmədi. Ya belə 2 dəfə tıklaya bilərik. Ctrl Z ilə geri qaydağım ya da bunları seçib F2 düyməsini tıklayırıq, birinci xananı aktiv halə getiririk və yenidən Ctrl Enter tuşlarını basırıq. Bu şəkildə istinadlara aid 4 video şəklində hesablamaları nümayiş etdirdik. Bir sonraki videoda isə şərtli saymalar və ya şərtli sayma, şərtli toplama və ya şərtli toplamalar, şərtli ortalama və ya şərtli ortalamalar və s. və axır kimi funksiyalar haqqında söhbət açacağıq. Bir sonraki videoda görüşmək ümidi ilə.